Bu videonu izləyəndən sonra turpu süfrəndən əski eləməyəsən. Sağlam, gümrah adam görəndə boş yerə maşallah turp kimi sən demirik ki, turpun hədsiz, inanılmaz faydaları var. Turpun ağ, qara və qırmızı olmaqla bir neçə növü var və bunlar arasında ən az istifadə olunan və ən faydalısı məsələ qara turpdur. Qara turp qaraciyəri toksinlərdən təmizləyir, yağların parçalanmağına kömək eləyir və öd axınını tənzimləyir. Buna görə də qədimdə deyirmişlər ki, qara turp yesən, sarılıqdan qorxmayacaqsan. Gözəl və gənc qalmaq istəyənlər turpdan daha çox istifadə eləməlidirlər. Çünki turpun tərkibində C vitamini, antioksidantlar, sink, fosfor, kükürt var və təbii ki, biz turpu yediyimiz zaman dərimiz təmizlənir, parıltılı görünür və qırışlar azalır, eyni zamanda sızanaqlar təmizlənir. Hətta Hindistanda turp suyuna gözəllik suyu deyirdilər və qadınlar gözəl görünmək üçün bu suyu üzlərinə çəkirdilər. Əgər gözaltı qaralmalarınız varsa, turp suyundan maska kimi istifadə eləyə bilərsiniz. Həmçinin saçlarınız da tökülürsə, turpun tərkibindəki sink və kükürt bu tökülmənin qarşısını tez bir zamanda alacaq. Gözəlliyimiz, eyni zamanda sağlamlığımız birbaşa bağırsaqlarımızla əlaqəlidir. Turpun da elə ən böyük faydası bizim bağırsaqlarımızadır. Belə ki, turpun tərkibində olan lif bağırsaqlarımızı hərəkətə gətirir və qəbizliyin qarşısını alır. Turp nəinki indi, hələ qədim təbabətdə dərman kimi sayılıb. Qədim Misir papiruslarında yazılıb ki, turp qarın ağrısı, dəri xəstəlikləri, eyni zamanda tənəffüs yolları xəstəlikləri zamanı dərman kimi istifadə olunub. Çin təbabətində isə belə bir deyim var ki, turp yeyirsənsə həkimə ehtiyac yoxdur. Bəzi Avropa ölkələrində isə soyuq dəymə zamanı turp şirəsindən içinə bal və limon suyu qatılaraq istifadə olunur. Əslində bu bizdə də var. Nənələrimiz, analarımız istifadə edib, hətta indi də bunu eləyənlər var. Turpun içi oyulur, xüsusi olaraq diqqət olunur ki, bu qara turp olsun, içinə bal qoyulur və bir neçə müddət qaranlıq yerdə saxlanılır. Daha sonra isə bu şirədən içirik. Belə olduğu müddətdə boğaz ağrımız və öskürəyimiz vardısa, tez bir zamanda biz sağalırıq. Turpun bu möcüzəvi xüsusiyyətləri lap qədim dövrlərdən insanlara bəlli olub. İlk izlərinə təxminən 4000 il öncə Misirdə rast gəlinir. O vaxtlar turp o qədər qiymətli idi ki, bəzən fəhlələrə maaş əvəzinə turp verilirdi. Yunanlar isə turpun qızıl qədər dəyərli olduğunu deyirdilər. Çində turp yeməyənlərə bədənini təmizləmirsən deyib şikayətlənirdilər. Deməli, qədimdən bu yana turp həm dərman, həm də enerji qaynağı sayılıb. Yaponiyada hər il Daikon festivalı keçirilir. Bu, Ağ Turp bayramına verilən xüsusi bir addır. Burada həmin bayram zamanı turplardan fiqurlar düzəldilir, salatlar hazırlanır və bunu qeyd edeyim ki, Yaponiyada qışda uşaqlar xəstələnməsin deyə ağ turp verilir bu uşaqlara. Hindistanda isə toy zamanı süfrələrin bəzəyi turplardır. Türkiyədə, Azərbaycanda turp salatları məşhurdur təbii olaraq. Avropa ölkələrində isə turplardan detokslar hazırlanır. Bunu isə daha çox xüsusi olaraq idmançılar istifadə eləyir. Turp bədən temperaturunu aşağı salır. Əgər yeməkdən sonra mədəndə ağırlıq hiss edirsənsə, bir neçə dilim turp yesən, hər şey qaydasında olacaq. Amma bütün bunlara baxmayaraq, turpu həddindən artıq çox yersənsə, bunun bir çox zərəri ola bilər. Əgər mədəndə qastrit, mədə yarası və başqa narahatlıqlar vardısa, ehtiyatlı olmalısan, yoxsa fayda yerinə mədə yanması gətirə bilər. Kanalımda bu kimi videoların olmağını istəyirsinizsə, abunə olub, bəyənib rəy yazmağı unutmayın. Bəs siz necə turpun faydalarını bilirsinizmi? Bilmədiyimiz, bölüşmədiyimiz hansı faydaları var? Rəydə mütləq yazın. Növbəti videomuz hansı meyvə və tərəvəzin, bitkinin faydaları haqqında olmağını istəyirsinizsə, mütləq şəkildə bildirin. Özünüzə yaxşı baxın.